Salam melek kimi sevimli, güler üzlü insanlar bir təbibdən soruşublar, ən yaxşı dərman nədir? Təbib cavab vermiş, fiziki bədəniniz dərmanla müalicə ola bilər. Amma tam sağlam olmaq istəsəniz, əgər ruhsan sağlam olmaq gərəkdir. Bunun asan bir yolu var, gülər üzlü ol, Allaha inan və bağlan, qəm kədər çəkmə, ürəyini sevindir. Allah ürəklərin sahibidir, sən sevinincə ürəyin sevinər. Səni yaradan səni görər və mükafatını verər. Əgər bir insana paxıllıq etsən, ürəyin yanmış odun kimi qaralıb kömürləşər. Sizə hədiyyə olsun bu sözlərim, əməl edin, həyatınız gözəlləşsin. Ruhunuz və bədəniniz su kimi saf, təmiz yaşasın. Həyatınızı